Uşaqlar, bu günlərim keçirdiyi sınağın fizika suallarına baxırıq. 4-cü qrup suallarına. Deməli, birinci sualdan başlayaq. Deyir, proton və alfa hissəci eyni sürətlə induksiya xəttlərinə perpendikulyar istiqamətdə eyni bir cins maqnit sahəsinə daxil olur. Protona təsir edən Lorentz qüvvəsi F-dirsə, alfa hissəciyə təsir edən Lorentz qüvvəsi nəyə bərabərdir? Biz bilirik ki, zərrəciyin aşağısında bizə verilən rəqəm Q-dür, yuxarısı kütlə ədədi M-dir. Bizə də Q lazımdır. Bilirik ki, F Lorentz nəyə bərabərdir? Q V B sinus alfaya. Hətta burada perpendikulyar daxil olursa sinus alfa da 1-dir. Yəni Q V B-dir. Bizə nə lazımdır? Yükü lazımdır zərrəcilərin. Əgər yükü 1 olanın Lorentz qüvvəsi sadəcə F-dirsə, F Lorentz, onda yükü 2 olanın, yəni heliumun yükü 2-dirsə, Lorentz qüvvəsi nə olacaq? Yəni 2 dəfə artdı. Lorentz qüvvəsi də 2 dəfə artar. Olar 2F. Cavab olar B variantı. 62-ci sualda deyir, harmonik rəqs edən cismin koordinatının zamanla astlıq qrafik verilibdir. Hansı nöqtələrə cismin sürəti modunun ən kiçik qiymətinə uyğundur? Biz bilirik ki, X, F, təcil və Y potensial bir səbətdə idi. Sürət, impuls, Y kinetik isə bir səbətdə idi. Bu birinci səbətdə olanlar maksimum olanda, ikinci səbətdəkilər 0 qiymət alır. Əksinə, əgər bunlar maksimumdursa, bunlar 0 qiymət alır. İndi deyir, sürətin modunun ən kiçik qiyməti. Yəni, sürət 0 olması üçün, sürətin 0 olması üçün bu birisi səbətdə olan kəmiyyətlər maksimum olmalıdır. Baxın, X-in maksimum nöqtəsi 2 və 4-dür. Ona görə cavab olar B variantı. 63-də deyir, başlanğıc P0 impulsu ilə şaquli yuxarı atılmış M kütləli cismin maksimal qalxma hündürlüyü. Maksimal qalxma hündürlüyü bilirik ki, nəyə bərabərdir? V0-ın kvadratı bölə 2J-yə bərabərdir. Bizə impulsdan söhbət açırsa, biz sürətli impulsunu əlavə ilə əvəz eləsək, P bərabərdir MV, 0-dan yazaq. V0-ı tapsaq, P0 bölə M, gətirib yerində qoysaq, düsturda kvadrata yüksəltsək, olacaq P0-ın kvadratı bölünsün 2M-in kvadratı J. O da A variantı eləyər. 64-də deyir, hansı qrafik verilmiş kütləli ideal qazın izobar soyumasına uyğundur. İzobar o deməkdir ki, təzyiq sabitdir. Soyuma o deməkdir ki, temperatur azalır. Və sıxlığın asıllığını istəyirsə, mənə lazımdır sıxlığın PM bölək RT düsturu. Baxıram ki, burada təzyiq sabitdir, temperatur isə azalır və sıxlıq temperaturdan tərs asılıdır. Temperatur azalırsa, sıxlıq artmalıdır və sıxlıq temperaturdan tərs asılıdır. Uyğun ola bilər A və D, ancaq temperaturun azaldığı C variantıdır. Bax, budur. Ona görə cavab olar C variantı. Oxa baxırsınız, baxın. Ox, görürsünüz, temperatur getdikcə azalır, bax, buradan belə. Amma sıxlıq getdikcə artır qiyməti. Ona görə cavab olar C variantı. 65. Qapalı keçirici kontur sabit sürətlə sol tərəf hərəkət edir. Sabit maqnit necə hərəkət etməlidir ki, konturda induksiya cəryanı yaranmasın. İnduksiya cəryanının yaranmaması üçün bu maqnit və kontur arasında nisbi sürət 0 olmalıdır. Əsas şərtimiz. Deməli, bu tutaq ki, 1 V bərabərdir 1 sürətlə sola gedirsə, maqnit də V bərabərdir 1 sürətlə sola getsə, eyni istiqamətdə sürətlər çıxılar, sürət olar 0 və beləcə induksiya cəryanı yaranmaz. Deməli, maqnit 1 metr bölü saniyə sürətlə sola getməlidir. Cavab olar Y variantı. 66-da belə bir vahid veribdir. Deyir, metr ifadəsi, metr bölünsün kök adda Henry vursun farad ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Metr qalsın burada. Bu bilirik ki, nəyin düsturudur? Tezliyin 1 bölünsün 2 pi kök adda LC. Düzdürmü? Yəni, bu induktivliyindir. Bu isə farad isə tutumundur. Yəni, kök adda elə bir ki, sanki M bölünsün kök adda LC-dir də. Metrələ vahidləri çevirməmişik. Uzun sözün qısası, yəni bunların yerinə 1 bölünsün nü qoya bilərik. Yəni, metr qalsın, 1 bölünsün nünün yerinə vahid nədir? Nünün vahidi 1 bölə saniyədir. 1 bölünsün nünün vahidi olacaq, metr bölünsün saniyə sürətin vahididir. Belə yadınıza düşmürsə, hər birinin vahidini əzbər yadda saxlamaqla tapa bilərsiniz. Metr olduğu kimi qalır. Kök çəkirəm. Henry'nin açılışı kiloqram metrin kvadratı bölünsün amper kvadratı saniyə kvadratıdır. Tutumu isə amper kvadratı saniyə üstü 4
bölünsün. Ay, aşağı yazdım, üzrü sayın. Farad yuxarıda da farad amper kvadratı saniyə üstü 4 bölünsün kiloqram metrin kvadratı. Amper kvadratları getdi. Kiloqram metrin kvadratları getdi. Saniyənin də kvadratı buradakı 4 ilə getdi. Nə qaldı? Metr bölünsün kök altda saniyə kvadratı. Bu da metr bölünsün saniyə. Sürətin vahididir. Y variantı. 67-ci sualda deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın K halından L halına keçməsinə uyğun 1 və 2 keçidləri zamanı xarici qüvvələr üzərində gördüyü işlər və daxili enerjinin dəyişmələri. PV qrafikində bilirik ki, fiqurun sahəsi, qrafik xəttin altında qalan fiqurun sahəsi bizə işi verir. Deməli, 1-in gördüyü iş bu qədərdir. Bu qədər. 2-nin gördüyü iş isə, bax, bu qədərdir. Deməli, ikinci trayektoriyadan görülən iş daha çox olar. Deməli, ola bilər D və C variantı. İndi daxili enerji müqayisə eləsək, daxili enerjidə nə baş verir? Daxili enerji deyirik, sistemin hal funksiyasıdır. Başlanğıc və son qiymətlərdən asılı deyil. Yəni, burada ikisində də daxili enerji sabit olar, yəni bərabər olar. Niyə? Çünki temperatur, baxın, daxili enerji nədir? Temperaturun dəyişməsi, daxili enerjinin dəyişməsi, temperaturun dəyişməsi deməkdir. Ona görə daxili enerjiləri bərabər olar. Cavab olar D variantı. 68-ci sualda maraqlı sualdır. Müxtəlif müqamətli rezistorların potensiallar fərqinin cərəyan işlədiyinin asılılıq qrafiki verib. Deyir, birinci rezistorun müqaviməti 30-dur. Yəni, R1 bərabərdir 30-a. Biz birinci qrafik üçün yaza bilərik ki, R1 bərabərdir U bölə I-yə. Özümüzdən bunlara bir rəqəm verək. Bu olsun U, bu olsun 2U. 3U. Çünki deyir, bölgülər bərabərdir. Yəni, bu artım eyni qanuna uyğunluqla artır. Bu da olsun 5U. Burada olsun I, 2I, 3I. Bura. Sonra biz bir nöqtəsi üçün yazırıq ki, U bölünsün I bir nöqtəsinə uyğun gələn 5U-dur. Və uyğun gələn cərəyanı isə bir dənə I-dir. Bu da bərabərdir 30-a. Buradan alırıqmı ki, U bölünsün I bərabərdir 6-ya. Bax, bunu tapanda. Sonra hər dəfə istifadə edirik. 2 nöqtəsinin üçün müqaviməti tapanda olacaq. 2-yə 5U uyğundur. Cərəyan şiddəti isə 3I uyğundur. Baxın, bu nöqtədə 3I uyğundur. U bölünsün I-nin yerinə 6 qoysaq, 5 vur 6 bölünsün 3. Bu eləyər 10. Üçüncü üçün yazsaq, o da eləyir neçə U? 2U. 2U bölünsün 3I. Çünki 3I uyğundur. U bölünsün I-nin yerinə yenə gətirib 6 qoysaq, eləyər 4. Deməli, R2 10, R3 4, cavab eləyər D variantı. 69-da deyir, fotoeffekt zamanı düşən fotonların enerjisi fotoelektronların çıxış işindən, yəni Y foton bərabərdir 2 dənə A çıxış. Çıxış işindən 2 dənə çoxdur. 2 dəfə çoxdur deyir. Gərginlik, saxlayıcı gərginlik U saxlayıcı bərabərdir 2 voltdur. Düşən fotonların enerjisini 3 dəfə artıranda saxlayıcı gərginlik necə dəyişir? Hələ ki, buna uyğun birinci şərtə uyğun yazaq ki, Y foton bərabərdir. Bilirik ki, Y U saxlayıcı, üstə gərək A çıxışdır. Y fotonun bu şərtdə verilən qiymətini gətirib yerinə qoysam, A çıxış bərabərdir. Y U saxlayıcı üstə A çıxış. A çıxışı bu tərəfə keçəcək. Onlar A çıxış bərabərdir. Y U saxlayıcı və bu U saxlayıcı 2-yə bərabərdir. Yəni 2Y oldu A çıxışımız. Bunu aldıq. Bu qalsın burada. Daha sonra deyək ki, fotonların enerjisini 3 dəfə artıranda. Deməli, fotonun enerjisi əvvəl 2A çıxış idi. 3 dəfə artıranda fotonun enerjisi olacaq 6A çıxış. Düsturda gətirib yenə yerinə qoysaq, yəni Y foton bərabərdir U saxlayıcı üstə A çıxış. Y fotonun yerinə yazıram 6A çıxış. Y U saxlayıcını axtarırıq, bilmirik, soruşur. Nəyə bərabərdir? A çıxış isə tapmışıq ki, 2 elektron. 2-yə. Bundan sonra A çıxışın qiymətini hələ qoymuram yerinə, belə qalsın. Yazıram elə sadəcə üstə gələ A çıxış. Belə də qalsın. A çıxışı keçirdək bu tərəfə. Çıxaq 6A çıxışdan. Olsun 5A çıxış bərabərdir Y U saxlayıcı. A çıxış üçün tapmışam ki, A çıxış üçün. Bax, burada tapmışam ki, 2Y-dir. Gətirib yerinə qoyun. 5 vurulsun 5
vurulsun 2y bərabərdir y u saxlayıcı. Y'lər getdi. U saxlayıcı tapdım ki 10-a bərabərdir. Əgər u saxlayıcı 10-a bərabərdirsə, əvvəl də nə idi? 2 idi. Bizdən soruşur ki, bu ikinci qiymətdir. Bu da u1 də bərabərdir 2-yə. Bax, deyir, u saxlayıcı nə qədər artdı? Əvvəl 2 idi, sonra 10 oldusa 8 qədər artdı. Cavab olar C variantı. 70-ci sual maraqlı sualdır. B bərabərdir mü 0i bölünsün 2 pi r düsturunu yadda saxlayaq. Uzun naqillərdir, düz cərəyan naqillərdir, bu cür yerləşibdir. Bir naqilinin A nöqtəsində yaratdığı induksiya vektorunun modulu B0'dır. Bir nədir? X-dır. Baş barmağımızı çalırıq kitaba və burada belə çevrə çəksək, bu X-in ətrafında yaranan B induksiya belə yönələcək. Və məsafəsi R-dir, cəryanı da I-dir. Baxın, I bölə R-dir. Yəni, ona görə elə sadəcə 1B olacaq. I dəyərləri və R dəyərləri sabitdir. Yəni, R-dir, I-dir, 2-i, 3-i deyil. Sonra gəlirik ikinciyə. İkinci nöqtədir. Deməli, kitabdan bizə doğru gəlir. Kitabdan bizə doğru gələndə yenə ətrafında çevrəni cızsaq, rahat olsun deyənə. Burada necə yönələcək? Baş barmağımızı belə tuturuq. Özümüzə doğru 4 barmaq aşağı yönəlir. Və nəyə bərabərdir bu 4 barmaq yönələn B induksiyası? Baxın, R eynidir. Amma I 2 dəfə artdı. Düzdür? I 2 dəfə artıbsa, B də 2 dəfə artacaq. Deməli, bu ikinci gələn 2B olacaq. Yəni, aşağı ümumi oldu 3B. Sonra yuxarıdakına baxırıq, üçüncüyə. Yenə nöqtədir. Mən indi məcbur bu əvvəldəyə çevrələrə siləcəm ki, mane olmasın. Yenə çevrə çəkirəm buradan, bunun ətrafında. Və baş barmağımı tuturam. Bu 4 barmağım gəlir saat əqrəbin əksinə. Buradan yönəlir belə. Və 4 idi, amma məsafə R-dir, yəni məsafə dəyişmir. I 4 dəfə artıbsa, deməli, induksiyada olacaq 4B. Və bu tərəfə yönəlir 4B. Sanki əvəzləyici qüvvə kimi induksiyada bilirik ki, superpozisiya prinsipinə tabidir. Əgər bu 3B-dir, bu 4B-dirsə, bunun əvəzləyicisi bax belə bu tərəfə yönələn bir 5B induksiyası olacaq. Cavab olar 5B, hanı 5B A variantı. Elektrik közərmə lampasının şərti işarəsini işləyir. Lampanın şərti işarəsini bilirik. C variantıdır. Yer səthindən şaquli yuxarı atılan cismin potensial enerjisinin asılı qrafik verilibdir. 3 saniyədə kinetik enerjini istəyir. Biz bilirik ki, görürük ki, bu cisim neyiniyib? Atılıb yuxarı, potensial artıb, sonra azalıbdır. Deməli, bu cisim maksimal qalxma hündürlüyündə potensial deməli, bu cisim 2 saniyə maksimal hündürlüyə qalxıb. Yəni, bunu cismin qalxma müddəti 2 saniyədir ki, ikinci saniyədə bu qalxıb burada və bunun kinetik enerjisi 0 olub, potensialı olub 400 və tam enerji bərabərdir Y potensialının maksimalına, o da bərabərdir nəyə? 400-ə. Bunu bildik. Və üçüncü saniyədə nə baş verir? Artıq bu cisim qalxır maksimal qalxma hündürlüyünə, oradan düşür aşağı. Burada kinetik 0 və sürət 0-dır. Artıq ikinci hissə bu hərəkət sərbəst düşən cismin hərəkətinə oxşayır. Sanki sərbəst düşür cisim. Sərbəst düşən cismin 2 saniyədən sonra, bu 2 ilə 1-in arasında 1 saniyə vaxt var da. 1 saniyə sürəti nə olar? JT, o da bərabərdir 10. Yəni, bu nöqtədə artıq cismin sürətini bilirik. Bizə lazımdır nə? Bizə lazımdır kütlə. Cismin kütləsini necə taparıq? Y potensialdan, Y kinetikdən gedək. Y tamdan gedək. Y tam bərabərdir Y potensial dedik maksimal, yəni MGH maksimal. H maksimalı tapsaq, bilirik ki, 2 saniyə yuxarı qalxırsa, olacaq JT kvadratı bölünsün 2, yəni qalxmanın kvadratı. Qalxmanı tapmışıq 2 kvadratı 4, J 10'dur, bu da 2, H maksimal 20 metr imiş. Gətirib yerinə qoysaq, burada M bərabərdir Y tam bölünsün, J vurulsun H maksimal. Y tam 400'dür. J 10'dur, H maksimal da tapdıq 20. Nə eləyər? Eləyər 2 kiloqram. Deməli, cismin kütləsi 2 kiloqramdır. Artıq kinetik enerjini 3-cü dəqiqədə tapa bilərik, 3-cü saniyədə. Y kinetik bərabərdir, MV kvadratı bölünsün 2. M-i bildik ki, 2 kiloqramdır. 3-cü saniyədə bu cismin sürəti 10'dur. Kvadratı eləyər 100.
bölünsün 2 cavab eləyər 100. 100 də Y variantındadır. Bax, bu cür elə bilərik. Bu tamın başlanğıcda bu cismin hansı enerjisi var? Kinetiki var. Düzdür? Y kinetik bərabərdir MV, M-in kvadratı bölünsün 2. Yəni, başlanğıcdakı sürəti tapıb da gedə bilərik, kütləni tapa bilərik. Orada nə olar? Başlanğıc sürəti bu cismin nə olar? Başlanğıc sürəti 20-dir ki, 1 saniyə sürəti olub 10, digər qarşıda 1 saniyədə olubdur 0. Yəni, şaquli yuxarı atılmış cismin sürəti burada 0-dır. V bərabərdir V0 minus GT-dən. V0-dır. V0 bərabərdir GT. Başlanğıc sürəti 20 olub, oradan da gedə bilərik. Lazım olsa. 73-cü suala baxaq. 73-cü sual deyir 80 dərəcə temperaturlu 1 ton suyu 100 dərəcə temperatura qədər qızdırmaq üçün, onun müəyyən hissəsini buxarlandırmaq üçün bu qədər istilik miqdarı sərf olunmuşdur. Suyun kütləsini tapmalıyıq. Deməli, 80 litr temperaturlu, 80 dərəcə Selsi temperaturlu 1 ton suyu qızdırmaq üçün. Əvvəlcə Q-nü tapırıq. Qızdırmaq üçün nə qədər istilik miqdarı sərf olunur? Bilirik ki, qızdıranda ayrılan istilik miqdarı Cm delta T'dir. Ayrılan deyən, yəni lazım olan, udulan demək olar. Aha, tapsaq buradan C suyun xüsusi istilik tutumu 4/2 vurulsun 10 üstü 3. 1 tondur kütləsi, yəni vurulsun 1000. Temperatur isə 80 dərəcədən 100 dərəcəyə qızdırıb, delta T nə qədər dəyişib? 20 dərəcə dəyişibdir. Dəyişməsi 20-dir. Bunu tapsaq nə eləyər? 8/4, yox 84 elə, burada bir 0 var. 84 vurulsun 10 üstü 6. Bundan bu eləyər 10 üstü 6. Bu qədərdir. Bu qədər cismdə qızdırmaq üçün bu qədər lazımdır. Və müəyyən hissəsini buxarlandırmaq üçün bu qədər istilik miqdarı sərf olunub. Cəmi, yəni bu qədər sərf olunubdur. Bu zaman suyun kütləsini tapın. Biz 130-dan 84-ü çıxsaq nə eləyər? 6, 56. 56 vurulsun 10 üstü 6 eləyər. Və həmin bu istilik miqdarı ilə nə qədəri buxarlandırmaq olar? Onu istəyir. Buxarlanma istiliyi Q nəyə bərabərdir? Lm, M də bərabərdir Q bölünsün L-ə. Q 5/6-dır. 5/6 yox, 56-dır daha doğrusu. 56 vurulsun 10 üstü 6. L isə nə qədərdir? 2/3. 2/3 vurulsun 10 üstü 6. Bunlar ixtisar gedər. İxtisar gedəndən sonra deyəsən nəyəsə səhv çıxmışam. Burada çıxma səhv eləmişəm. 130-dan 84 çıxıb 56 yazmışam. 130-dan 84 çıxanda 46 edir. Üzrü sayın. Bu olsun 46. 46-nı da 2/3-ə böləndə buradan bir 0 silib bura artırıram. Eləyər nə? 20 kiloqram. Bax, C variantı olar. 74-cü sualda deyir ki, verilmiş induktivli sarğacın maqnit sayəsinin enerjisinin maqnit selinin asılı qrafik verilib. Enerji 15 joule olanda maqnit selin F1-i tapmaq lazımdır. Biz əvvəl bu qiymətə uyğun induktivliyi tapaq. Bilirik ki, maqnit sayısı enerjisi bərabərdir nəyə? F-nin kvadratı bölünsün 2L-ə. Buradan L-i tapsaq, olar F-nin kvadratı bölünsün 2 enerjiyə. Və F nədir? 6-dır. Kvadratı eləyər 36. 2 vurulsun enerji nədir? 60-dır. Yəni, bura uyğun. Bu ixtisar gedər 6, bu ixtisar 3. İnduktivliyi tapdıq 0/3. Bu qalsın burada. İnduktivliyi 0/3 tapandan sonra, bax, bura uyğun F-ni tapmalıyıq. Yəni, eyni düsturdan F-ni tapsaq, F bərabərdir kök altda 2L, bir də enerji. Və gətirib bu qiymətləri yerinə qoyacaq. 2 vurulsun L 0/3 və vurulsun 15. Buradan nə çıxar? 2-ni 15-ə vuranda 30, 30-da sonda 3 çıxar. Alınar cavab. Cavab elər Y. 75-ci sualdır ki, cisim şəkildə göstərilən qüvvələrin təsir altında tarazlıqda olarsa, F1 qüvvəsi modulunu müəyyən edin. Biz F2 və F3-ün əvəzləyicini tapsaq, bu iki qüvvənin əvəzləyici aralarında yapacaq 90 dərəcəsi 6-nın kvadratı üstə 8-in kvadratı. Bu da nə eləyər? Təbii ki, 10 eləyər. Yəni, bu qüvvə 10-dur. Bu cismin tarazlıqda qalması üçün əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, bu F1 elə 10 olmalıdır ki, 10 ondan çıxılsın, 0 olsun sonda əvəzləyici qüvvə. Yəni, F1 olmalıdır 10 Newton. 76-da deyir, neon 10, 20 və neon
10-22 izotopları üçün aşağıdakı münasibət hansı yanlışdır? Hər iki izotopun nüvəsində protonların sayı eynidir. Bəli, eynidir. Çünki həm izotoplar nədir? Protonların sayı eyni olan, neytronların sayı fərqli olan nüvələrdir. Bu bir düzdür. Hər iki izotopda nukleonların sayı eynidir. Nukleon hansıdır? Nukleon baxın, budur. Birində amma eyni deyil. Birində 20-dir, birində 22-dir. Bu yanlışdır. Digər variantları hər ehtimal oxuyaq. Hər iki izotopun nüvəsində neytronların sayı fərqlidir. Bəli. Bunda neytron 20 çıxılsın 10, 10-dur. Bunda neytron 12 dənədir. Sonra deyir bu izotopun nüvəsində neytronların sayı protonların sayından 2% çoxdur. Bəli, proton 10-dur. Neytron 12-dir. Doğrudan da neytron protona 2% çoxdur. Burada deyir ki, izotopun da nüvəsində protonların sayı neytronların sayına bərabərdir. Bəli, proton 10. Bundan da bunu çıxanda eləyir 10. Neytron da 10'dur. Bu da düzdür. Cavab olar B variantı. 77-ci suala baxsaq, deyir, müşahidə başlayan anda K nöqtəsində başlanğıcda buradadır. Cisim radius R olan çevrə üzrə bərabər hərəkət edir. 1/4 periodda, bir də 4/3 periodda və Euler Venn diaqramına uyğun düzək. Deyir, cismin yer dəyişməsi modu kökatda 2 yerdir. Bilirik ki, ikisində də kökatda 2 yerdir. 4/1-də də, 4/3-də. 4/1-də bu cisim gələcək çıxacaq bu nöqtəyə. 4/1-ə 1 nöqtəsi qoyum. 4/3-də gəlib çıxacaq bu nöqtəyə. Burada bir 2 nöqtəsi qoyum özümdən. Getdiyi yol 3 pi bölünsün 2-dir. Bilirik ki, yol necə tapırdıq? 4/3 vurulsun 2 pi r-ə. Bu ixtisar getdi. Doğrudan da olar 2/3 pi r. Təbii ki, 4/3 perioddur. 2'ni yazıram bura, 1'i də yazıram ortaya. Cismi getdiyi yol yer dəyişmə modundan böyükdür. Yol həmişə böyükdür. Yer dəyişmə modundan çevrə üzrə hərəkətdə. 3'ə bura qoyuruq. Sürət vektoru üfüqü sola yönəlib. K-dan çıxır, gəlir. Baxın, sürət belə yönəlir, təcili yuxarı yönəlir. Burada isə sürət belə, təcil belə yönəlir. Deməli, sürət vektoru üfüqü sola yönəlir birincidə, təcil vektoru aşağı yönəlir ikincidə. Buna aiddir. 5'i də qoyuram bura. Cavab 4 ilə başlayırsa elə bir dənə budur. B variantı uyğun gəlir. Çox asan sual idi bu sual. Turmalin bir-birinə paralel qoyulmuş iki turmalin kristalının oxları arasında bucaq 18'dir. Sistemdən keçən işığın intensivliyinin maksimum olması üçün kristalın oxları arasında bucağı necə dəyişmək lazımdır? Bilirik ki, maksimum olması üçün aralarında bucaq 0 olmalıdır. Əgər bu 18'dirsə hazırda, biz bunu 18 dərəcə azaltmalıyıq ki, 0 olsun, arasından keçən intensivlik maksimum olsun. Əksinə 70 dərəcə artırsaq, onlar 90 dərəcə. 90 dərəcədə isə keçmir. Desəydik ki, yəni işığın intensivliyi minimum olsun, keçməsin, onda bu 70 dərəcə artırmaq seçərdik. 79-cu sualdır, tutumu batareyanın ümumi tutumunun 3/2'sinə bərabərdir. Bu paralel birləşmədədir. Paralel birləşmədə ümumi tutum nədir? S1 üstə gələ S2'dir. Deyir, birinci kondensator. Birinci kondensatorun tutumu batareyaların ümumi tutumunun, yəni S1 üstə S2'nin 3/2'sinə bərabərdir. Birinci cümlə onu deyir bizə. Ay sağ ol, sonra da enerji verir. Gəlin burada hələ bunu bir açaq. S1 bərabərdir. 3/2 S1 üstə gələ 3/2 S2. Bunu bu tərəfə keçəcək olar 3/1 S1 bərabərdir 3/2 S2. 3'dən ixtisar gedər, qalar S1 bərabərdir 2S2. Özümüzdən rəqəm versə, yəni bu olsun lap 2S, bu da olsun S. S1 S2'dən çoxdur da. Bunu demək istəyir. Deyir ki, kondensatorun lövhələr arasındakı birincinin lövhələr arasında enerji 10'dur. Bilirik ki, ardıcıl birləşib, düzdür, belə paralel birləşib. Paralel birləşəndə enerji nə olacaq? SU kvadratı bölünsün 2. Tutumla düz asılıdır. Əgər tutumu 2S olanda 10'dursa, tutumu S olanda enerji burada olacaq 5. Buradakı enerji 5'dir, buradakı enerji 10'dur. Paralelde toplayırıq. Cəmi enerji olar 15 millijoule. A variantı. Dərinliyi 3 kilometr. H bərabərdir 3000 metr. Sürəti 1500'dür. Deyir, ultrasəs siqnalı neçə saniyə sonra qəbul olar? Bilirik ki burada. Bir dəqiqə gözünü silindi. V bərabərdir nəyə? V bərabərdir 1500'ə. Bilirik ki, H bərabərdir. VT bölünsün 2 ilə tapırıq siqnalın qəbul olmasını. T nədir bəs? 2H bölünsün V'dir də. Yəni 2 vurulsun 3000 bölünsün 1500.
Bu da ixtisar gedər. Cavab eləyər 4 saniyə. 4 saniyə B variantındadır. Sonra 81-ci sual gəlir. Toplayıcı linzanın fokus məsafəsi bu qədərdir. Linzadan 60 sm məsafədə qoyulmuş cismin xəyalı üçün hansı ifadə doğrudur? Toplayıcı linzadırsa, fokusu 25-dirsə, bu 60 nə deməkdir? Hardadır? Bunun fokusu 25-dir. 2 qat fokusuz 50-dir. Düzdür? Bu 60 hara düşür? 2 qat fokusun arxasına. 2 qat fokusun arxasına düşmək nə demək idi? Nəyin xəyalı idi? Fotoaparatda qurulan xəyal idi da. Orada deməli fotoaparatda xəyal necə olurdu? Xəyal olurdu tərsinə, çevrilmiş, həqiqi və kiçildilmiş xəyal olurdu. İndi burada hansıdır o? Həqiqi olan, tərsinə bir də kiçildir, Y variantı ilə. Cavab Y olar. 82 verilibdir. Çox asan sualdır. Təcili tapırıq. V çıxılsın, V0 bölünsün T ilə. Yəni 4 çıxılsın, 0 bölünsün 10. O da eləyər 0,4 A variantı. 83. Deyir, 2 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyası zamanı asılı qrafik verib, toplu sualdır. İlk 3 saniyə müddətdə həmin qüvvənin işini istəyir. Birinci bilirik ki, FT veribsə bizə, bu impulsun dəyişməsidir. Delta B bərabərdir, F vurulsun T'yə. Yəni 2 vurulsun 3, o da eləyər 6. Bunu bildik. Başlanğıc sürət 0-dırsa, delta P bərabərdir M, V çıxılsın MV 0. Yəni bu elə bərabərdir 6-ya, yəni cismin impulsu kimi də götürmək olur. İş nəyə bərabərdir? Delta Y kinetiqə. Y kinetik nədir? Burada impuls verib yenə P-nin kvadratı bölünsün 2M götürə bilərik. P-nin yerdə 6-ın kvadratı 36, 2 vurulsun 2, bu da cavab eləyər 9. 83 sual cavab oldu 9. 84 də maraqlı sualdır. Silindrik formalı eyni cismin 3 müxtəlif mayedə üzməsi göstərilmişdir. Düzgün bəndləri seçməliyik. Birinci mayenin sıxlığı ən böyükdür. Bəli, birinci mayenin sıxlığı ən böyükdür. Niyə? Çünki görürsünüz, eyni bir cisim ən az orada batıb. Deməli, həmin mayenin sıxlığı çox böyükdür ki, yazıb bata bilməyib də. Biri düzdür, biri götürərik. Üçüncü mayenin sıxlığı ən böyükdür. Bu avtomatik səhvdir. Biri düz götürmüşük. İkinci mayenin sıxlığı cismin sıxlığına bərabərdir. Xeyr, ikinci mayenin sıxlığı cismin sıxlığına bərabər olsaydı nə demişdik? Cisim gəlib burada belə olardı. İçində daxilində. Bu da səhvdir. İkinci mayenin sıxlığı cismin sıxlığından 2 dəfə böyükdür. Gəlin bunu gərək məcbur tapaq, yazaq. Batma şərtini yazsaq və batan bölünsün V bərabərdir. Rho cisim bölək rho mayedir. İndi biz deyir ki, 4-də ikinci mayenin sıxlığı cismin sıxlığından 2 dəfə çoxdur. İkinci mayenin sıxlığı cismin sıxlığına 2 dəfə çoxdur. Batan hissəsi bunun nə qədərdir? Hansından gedir söhbət? İkinci mayədən gedir söhbət. İkinciyə baxmalıyıq. İkinci nə qədər hissəsi batıb? Yarı hissəsi batıb da. Batan hissə tam həcminin hissəsinin yarısıdır. Yəni, batanın yerinə yazarıq. V bölünsün 2. Bu V də buradadır. Yəni, altdakı tam həcm. Bərabərdir. Rho cisim bölək rho maye. V'lər ixtisar gedər. Qalar buradan rho maye bərabər 2 rho cismə. İndi bu şərtə baxın. Deyir, mayenin sıxlığı cismin sıxlığına 2 dəfə böyükdür. Doğrudan da bu şərt bu deməkdir elə. Bunun ifadəsidir. Yəni, deyir, mayenin sıxlığı cismin sıxlığına 2 dəfə böyükdür. 4 də düzdür. Birinci mayenin sıxlığı cismin sıxlığına 3 dəfə böyükdür. İndi birinci üçün eyni bu düsturu yazsaq. V batan bölünsün V bərabərdir. Rho cisim bölünsün rho maye. Birinci cismin hansı hissəsi batıb? 3'də 2'si çöldə qalıb, 3'də 1'i batıbdır. Yəni V bölünsün 3 batıb. Bu da buradadır. Rho cisim bölünsün rho maye. V'lər getdi. Buradan yazırıq ki, rho maye bərabərdir 3 dənə rho cismə. Və deyir, birinci mayenin sıxlığı cismin sıxlığına 3 dəfə çoxdur. Və bu da bunun açıqlamasıdır elə. 1, 4, 5 olar cavab. 85. Toplu sualdır Newton qanunları. Deyir, 3 F qüvvəsini tap, T gərilmə 15'dir. Bu necə həll edirdik? F'i bölürdük F qüvvəsinin dartdığı kütlələrin cəminə 6M-ə. T gərilməni bölürdük nəyə? Öz dartdığı kütlələrə 3M-ə. Çünki 2M və M-i dartır, olur 3M. Bundan sonra da tapbağa nə var ki? F axtarırıq. F bölünsün 6 bərabərdir 15 bölünsün 3. Bu nisbət 5 eləyir. F də bərabər imiş 30'a. Cavab olar 30. 86. Kapilyar radius R olan kapilyar boruda qalxan mayenin çəkisi
P bərabərdir 2 millinewtondur. Radiusu da R'dir. 2 R olanda 1-2 kapillər borda qalxamayın çəkisi nəyə bərabərdir? Sigma L-ə. L-in də yerinə nə yazarıq? 2 pi R yazarıq. Əgər radiusu R olanda çəki 2-dirsə, radius 2R olanda çəki də 2 dəfə artar. Olar 4 millinewton. Cavabı da edir milli ilə ifadə edin. Gəlirik 87-yə. Deyir V2 voltmetrin göstərişi bu 20-dir. Düzdür. Bilirik ki U bərabərdir. Q bölünsün S'dir. Bizə bu düstur hələ ki lazım olacaq. Bunun tutumu S'dirsə, ardıcıl birləşiblər, Q'ləri sabitdir. Bunun tutumu S'dir, 20-dirsə, bax ikincinin. Birinci də tutumu S'dir, deməli birinci də 20-dir. Birinci 20-dir. Cavab olur D variantı birinciyə. Tutum 2 dəfə artdı. Tutum 2 dəfə artdısa, gərginlik nə etməlidir? 2 dəfə azalmalıdır. Yəni, olmalıdır 10 volt. Üçüncünün gərginliyi olar 10 volt. Dövrədəki gərginin ümumi qiymətini istəyir. Ümumi bunları toplayırıq ardıcılla, düzdür eləyir 50. Amma amplitud qiymətini istəyirsə, UM nəyə bərabərdir? U təsir edici vurulsun kökatda 2. Yəni 50 vurulsun 1/4. O da nə eləyər? Eləyər 70. Olar C variantı. D, A, C. Düzgün cavab. Situasiyaya baxırıq. Şəkildə təsvir olunmuş yüklü kürəciklər tarazlıqdadır. Kürəciklər arasında məsafə bu qədərdir. Hazırda R bərabərdir 20-dir. İpdəki gərilmə qüvvəsi T1 bərabərdir 2/4-dür. 2/4-dür. Sonra ikinci yüklü kürəcik dayaqla birlikdə yüklü kürəciklər arasında məsafə 40 sm olanda qədər aşağı indirilir. Birinci kürəciyin kütləsi. Birinci kürəciyin kütləsi 80 qramdırsa, 0,8 kiloqramdır. Onda bunun ağırlıq qüvvəsi mg nə olacaq? 0,8 olacaq. Yəni burada bir ağırlıq qüvvəsi var, 0,8-ə bərabərdir. Əgər T yuxarıdırsa və burada bunları F kulon var da, düzdürmü? F kulon üstə mg bərabərdir T gərilməyə. Buradan F kulonu tapsaq, T gərilmə çıxılsın mg'dir. Yəni 2/4 çıxılsın 0,8 eləyər 1/6. Bunun hələ ki tapdıq. Amma bizə nə istəyir? Bizə kürəciyin yükünün işarəsini, ona təsir edən kulon qüvvəsinin istiqamətini istəyir. Burada bir gərilmə yaranıbsa, məlumdur ki, bu kübür yükü aşağı doğru hərəkət eləyir ki, hazırki vəziyyətdə gərilmə yaranır ipdə. Və bu kübür yükünün aşağı hərəkət eləməsi üçün Q2 müsbətdirsə, kübür deməli mənfidir ki, bunlar bir-birinə cəzbə olur, ip dartılır, ipdəki gərilmə 2/4 Newton olur. Kübür yükü mənfi işarəlidir və bunun mənfi işarəlidirsə, Q2 və kübür bir-birini cəzb eləyir. Bunların kulon qüvvəsi. İkincininki yuxarı, birincininki aşağı yönələr. Bizdən hansını istəyir? Birinci yükün. İstəyirsə, deməli yükü mənfidir. Kulon qüvvəsi aşağı yönələr. F kulon aşağı yönələr və Q1 yükü mənfi yüktür. İkinci deyir, yüklər arasında məsafə artır bu qədər olarsa, ipin gərilmə qüvvəsi necə dəyişir? İplər arasında məsafə R əvvəl R1 20 idi. R2 bərabərdir 40 olsa, məsafə nə qədər artıb? Məsafə 2 dəfə artıb. Kulon cazibə qüvvəsində nə idi düsturumuz? K vurulsun Q1, Q2 bölünsün R kvadratıdır. Kulon qüvvəsi R-lə necə asıdır? Kvadratik tərs asıdır. R 2 dəfə artıbdırsa, kulon qüvvəsi necə? 2-nin kvadratı qədər azalacaq. Deməli, kulon qüvvəsi 4 dəfə azalmalıdır. Əvvəl 1/6-dır. 4 dəfə azalsa nə baş verəcək? Alınacaq 0/4. Buraları artıq silim. Kulon qüvvəsi artıq ikinci halda oldu 0/4. Bu da bizə deyir ki, gərilmə qüvvəsini tap. T bərabər idi nəyə? Bax, burada demişdik ki, F kulon üstə mg. Mg ağırlıq qüvvəsi dəyişməz. Ağırlıq qüvvəsi 0,8-dir. 0,8-dir. F kulon da 0,4-dürsə, T gərilmə nə olar?
1,2 olar. Bunu da tapdıq. 1,2 olar gərilmə qüvvəsi məsafə artanda. Və deyir ki, koordinat oxları üzərində müvafiq qiymətləri qeyd etməklə yüklər arasındakı kulon qüvvəsinin məsafədən asılılıq qrafiki. Bilirik ki, onsuz da bu düsturdan görürük ki, kulon R-lə kvadratik tərsdir. F-in R-dən asılı tərsdir. Amma yenə də qiymətləri qoyaq. Əvvəl 0,2 idi bu yüklər arasında. Sonra oldu 0,4. 2 dəfə artdı. 0,2 olanda kulon qüvvəsini tapmışdıq nə qədər? 1,6. 0,4 olanda kulon qüvvəsi 4 dəfə azaldı, 0,4 oldu. İndi bu iki qrafiki birləşdirsək, qrafiki quranda doğrudan da tərs asılılığı alarıq. Cavabımız olar bax bu cür. O 90-cı sualın cavabı. Sağ olun uşaqlar.